إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. İlk növbədə qardaşlar, hamınızı salamlayıram. Esselamu Aleyküm və Rahmetullahi və Berekatuhu. Və bundan sonra Allah həmsənlər olsun, Rəbbimizin müvəffəqiyyəti ilə biz Peyğəmbər sallallahu aleyhi və səlləmin şəmailin həyatını oxumaya davam edirik. İnşallah 10-cu dərs. Və bir fəsil oxuyacağıq, diqqətli olaq. Olduqca faydalıdır. Allahdan istəyirik ki, Allah subhanət Allah bizi eşidib, faydalanan qullarından etsin. Əlhəmdülillah, qəlbiniz rahat olsun. Sevinin ki, elm məclisindəsiz. Çünki Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, səhih sünnədə orada oturanların hamısını Allah bağışlayır. Hətta ötüb keçəni belə. Hətta ötüb keçəni belə. Subhanallah, Allah bizi onlardan etsin. Allahümme əmin, bu kifayətdir. Evindən çıxmısan, evinə qaydana kimi, Şeyx Albani hədisi səhih sayıb, evinə qaydana kimi Allah yolundasan. Evindən çıxmısan, evinə qaydana kimi. Fəzilət olaraq kifayətdir, əlhamdülillah. Allah biz o kəslərini nəsin. Və fəsil Teyb-i Araq-ın Nəbi sallallahu aleyhi ve sellem, Peyğəmbər sallallahu aleyhi ve səlləmin tərinin gözəl qoxu verdiyi haqqında olacaq. Və şeyx buyurur ki, Cəə fi şəməyin Nəbi sallallahu aleyhi ve səlləm ənəhu kənə tayyibər-ri. Peyğəmbər sallallahu aleyhi ve səlləmin şəməyinində gəlir ki, Allah Rasulunun yəni gözəl qoxulu idi Muhammed sallallahu aleyhi ve sellem. Və tayyibəl araq. Allah Rasulundan gələn tərində gözəl qoxusu var idi. Və ləyyinəl məs. Və həmçinin Allah Rasulunun dərisi yumşaq idi. Və şeyx gətirir Ənəs radiyallahu anhudan olan hədisi, səyyədisi buyurur ki, qalə dəxalə aleynən Nəbi sallallahu aleyhi ve sellem fəqalə indənə fəariqa. Peyğəmbər sallallahu aleyhi ve sellem bizim yanımıza gəldikdə fəqalən, yəni qaylulə. Bizim yanımızda qeylulə elədi. Yəni qaylulə nədir? Gündüz vaxtı, günorta vaxtı qısa yatmağa deyilir. İstirahət edirsən, yatırsan, yuxunu alırsan. Həmən vaxta qaylulə deyilir. Və Ənəs deyir ki, Allah Rasulü da bizimlə bərabər qaylulə elədi. Fəariqa və tərlədi Allah Rasulü. Və cəət ummi bi qarura. Anam şüşədən olan qab gətirdi, qarura. Fəcəalət təslutul araq fiyhə. Və Peyğəmbər sallallahu aleyhi ve sellem tərində həmin o qaba yığdı. Fəsteyqazan Nəbi sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellem ayıldı. Fəqalə, dedi ki, yə Ümmü Süleym, ey Ümmü Süleym, mə həzəlləzi təsnəin? Bu etdiyin nədir? Qalət, Ümmü Süleym dedi ki, anası, yəni Ənəsin radiyallahu anhunun, həzə araquka nec'aluhu fi taybina. Ey Allah Resulü, bu sənin tərindir. Biz onu ətrimizə qatırıq. Sənin tərini yığıb ətrimizə qatırıq. Və huwa min atyabit tib. Sənin tərin ətirlərin ən gözəlidir. Ən gözəl qoxusu olandır sənin tərin. Sallallahu aleyhi ve sellem. Və an Ümmü Süleym radiyallahu anhə, həmsinin Ümmü Süleym radiyallahu anhədən gəlir ki, sahabədən, qadından, Peyğəmbər sallallahu aleyhi ve sellem kənə yətihə fə yəqilə indəhə. Peyğəmbər sallallahu aleyhi ve sellem bəzən gələrdi, o evdə olmadığı halda, necə ki Müslimdə keçir hədisdə, onun yerində qaylul ediyərdi. Ənəsin radiyallahu anhunun anası. Onun yerində qaylul ediyərdi bəzən. Və söyləyir ki, indəhə fətəbsutu ləhu nit'an fəyaqilu aleyhə. Onu da bilirdi deyənə ki, orada yuxulayacaq həmin qadın. Deyir, ora dəridən bir parça sərərdi, dəridən. Ki, tər, yəni içkiyə getməsin. Peyğəmbər sallallahu aleyhi və səlləm. Və kənə, gör nə söyləyir, qardaşlar? Diqqətli olun, fəsil Allah Rasulunun təri haqqındadır. Təri haqqındadır. Hər bir gətirilən hədisdə dəlil var, ona görə hədis gəlir. Söyləyir ki, Ümmü Süleym və kənə kəfirəl araq. Allah Rasulü çox tərliyən idi. Yəni, təri çox idi, sallallahu aleyhi və səlləm.
فَكَانَتْ تَجْمَعُ عَرَقَهُ فَتَجْعَلُهُ فِي الطِّيبِ وَالْقَوَارِيرِ. Və biz də deyir, onun tərin toplayardıq, qablarımızda toplayardıq, cəm eləyərdik, yəni bir yerə. Fəqalən Nəbi sallallahu aleyhi və səlləm, yenə Allah Rəsulü ayıldı və dedi ki, ya Müslim mə həzə? Ey Müslim, bu nədir? Nə eləyirsən? Yəni tərin yığmanı görür, deyir, nə eləyirsən? Qalət, qadın dedi ki, araquka ədufu bihi taybi. Ey Allah Rəsulü, sənin tərindir, ətrimə qatıram. Tərin Allah Rəsulunun ətrinə qatırdı. Nə üçün? Çünki gözəl qoxusu var idi Allah Rəsulunun tərinin. Ən gözəl qoxu idi. Ətirlərin içində gələcək. Fəəqarəhə Nəbi sallallahu aleyhi ve sellem və ləm yunkir aleyhə. Peyğəmbər sallallahu aleyhi ve sellem Ümmü Süleymin bu etdiyi bu hərəkəti inkar etmir. Pisləmir, əksinə təsdiq edir. Təsdiq edir, bəl səvvubə fi'ləhə. Hətta əksinə nə edir? Allah Rəsulü deyir ki, doğru eləmişsən yəni. Fəqad sələhə fəqalə. Necə ki, Allah Rəsulü ondan soruşdu. Dedi ki, mə təsnəin, nə edirsən ey Ümmü Süleym? Dedi ki, ey Allahın Rəsulü, Müslimdə keçən hədis misal qardaşlar, səhih hədis. Dedi ki, ey Allahın Rəsulü, nərcu bəlakətəhu lisibyanina. Biz o təri yığırıq, övladlarımız üçün, uşaqlar üçün bərəkət ümid edirik, tərdən, təbarruk edirik yəni. Nə zaman? Allah Rəsulünün sağlığında. Qalə, Allah Rəsulü nə dedi? Bu sözü deyəndən sonra. Yenə təsdiqləyən var. Doğru edir, yoxsa yox. Təsdiqləyən var. Allah Rəsulü dedi ki, əsabti. Dedi ki, doğru edirsən. Doğru edirsən. Yəni, təbərrük eləməklə, tərlə. Və fi rivayə, həmçinin Nəsəyi, İmam Nəsəyi rəhməllah gətirir, rəvayətə keçir ki, fəddahikən Nəbi sallallahu aleyhi ve sellem. Allah Rəsulü onun etdiyi bu hərəkətə güldü. Və fi rivayə Əhməd, İmam Əhmədin rəvayətində gəlir ki, fəda'a ləhə biduain həsən. Allah Rəsulü onun üçün gözəl dua etdi. Etdiyi bu əməlin qarşılığında. Və şeyx buyurur ki, fəhədihi rivayət tədüllə alə əmreyn. Bura kimi gələn rəvayətlər, necə ki, Ənəs radiyallahu anhudan, bu rəvayətlər hamısı iki mühüm məsələyə dəlalət edir. Nədir birincisi? Birincisi odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin ətri ən gözəl qoxuya malik idi. Və həmçinin Ümmü Süleym, necə ki, hədisdə gəlib, onun ətrin öz ətrinə qatırdı. Ətrlərinə qatırdılar ki, yəni onlarda olan ətrin qoxusu daha da gözəlləşsin. İkincisi nədə? Hədislərdən çıxarılan fayda, ənnəhə kənət tərcü bəlakətə həzəl araq lissibyanihim. Həmin tərdən, Allah Rasulunun tərindən övladları üçün bərəkət umurdular. Təbərrük edirdilər yəni. Və cəə an Ənəs radiyallahu anhu ənəhu qalə kəənnə araqukə lu'lu. Ənəs radiyallahu anhudan gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin təri lu'lu sanki mirvari idi. Şeyx buyurur ki, mirvari idi. Baxın, yenə mənanı necə doğru düzgün başa düşmək lazımdır. Tərcümə nədir? Mirvari. Nə deməkdir mirvari? Səhə başa salan alimdir, şeyxdir. Ona görə öz başva kitab oxuma, məzəmmət edir alimlər. Şeyx deyir ki, yəni fis-safa və fil-bəyad. Yəni təmizliyində, yəni saflığında mirvariyə bənzəyirdi. Allah Rasulunun nəyi? Təri. Və bəvəvən Nəvəvi rahiməhullah fi şərhi li Sahih Müslim. İmam Nəvəvi rahiməhullah Sahih Müslimin şərhində bu adla, bu başlıqla fəsil açır. Başlığa baxın. Bəbu tıybi araqihi sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləmin tərinin gözəlliyi, gözəl qoxu verməsi və təbərrük bihi. Və onunla da təbərrük etmək. Bərəkət ummaq. Fəqət kənə əs-sahabə radiyallahu anhum yətəbərrəkунə bihi və huvə tayyib və araquqa tayyib sallallahu aleyhi və səlləm. Sahabələr deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmdən, yəni onun tərindən təbarrük edərdilər. Bərəkət istəyərdilər, umardılar Allahdan. Bu da şəriətimizdə icazə idi sağlığında Peyğəmbər sallallahu aleyhi və səlləm. Və şeyx buyurur ki, çünki onun təri təmiz idi, pak idi və həmçinin ətirli idi. Fəkənə min atyəbit-tiyb. Sahabələr deyir ki, Allah Rasulunun təri ətirlərin ən gözəl qoxulusu idi.
ən gözəl qoxu verən idi onun təri. Sallallahu aleyhi ve sellem. Və şeyx burada tənbih gətirir, mühüm qeyd gətirir ki, Cə'an Süleym radiyallahu anhədən ənəhə əxazət min araqihi və şarihi hədisdə gəldi ki, onun Allah Rasulunun tükündən və həmçinin tərindən götürüb cəm eləyir. Bir yerdə yığırdım deyir. Tükün və tərin. Ətirimə qatırdım, belə keçir. Və qayrulətihi. Və bu vaxt şeyx buyurur ki, və kavnuha təxuzu min şa'rihi və huwa naim fa huwa mawdu'ul işkal. Burada yəni işkal, yəni müşkül olan bir hissəsi var. O da nədir? Keçir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm qayrulə etdiyi vaxtı, gündüz vaxtı yatırdı hər gün, həmən vaxtı götürüb. Lakin səhih olan bu barədə Hafiz İbn Həcər rahimehullahın sözünü gətirir. Şeyx ki, Hafiz İbn Həcər rahimehullah gətirir ki, və fi zikri şa'ri qarabətun fi hazihil qissa. Bu qissədə Müslimin Allah Rasulunun tükündən, yəni saçının tükündən götürməsi, ətrin içinə qatması, bu deyir, qəribdir yəni. Doğru olan budur ki, Allah Rasulunun saçın zikr olunmasında alimlər, bəzi elm əhli buyurublar ki, yəni Allah Rasulunun saçın darıyarkən, bir hissəsi deyib ki, darıyarkən çıxan tükdən götürüb. Çünki hədisdə keçir ki, sanki Müslim radiyallahu anhə Allah Rasulü yuxuda olarkən kəsirdi saçını. Yəni saçından kəsib götürüb. Lakin doğru olan budur ki, bəzi alimlər deyirlər ki, Allah Rasulü saçını darıyarkən onun tükündən götürülüb və Hafiz İbn Həcər rahimehullah Fəthül Bərinin şərhində gətirir, söyləyir ki, Ənəsdən olan rəvayətdə deyir, mənim üçün olan bu qaranlıq, öyrəndim bu hədisi, Hafiz İbn Həcər deyir, bu qaranlıq aradan qalxdı. Nə keçir hədisdə? Keçir ki, ləmmə hələqə şa'rahu bimina, əxəzə Əbu Talha. Peyğəmbər sallallahu aleyhi və səlləm Minada olarkən saçını qıxdırır və Əbu Talha da, sahabə də onun saçından götürür. Fəəxəzə şa'rahu fəətə bihi Süleym. Və saçı götürüb Süleymin yanına aparır, Ənəsin anasının yanına. Çünki o Allah Rasulunun saçını tərə qatırdı. Yəni ətirə qatırdı. Ətirlə deyir, saçı cəm eləyirdim bir yerdə və öz ətirimə qatırdım. Səhih olan budur ki, deyir, Hafiz İbn Həcər, mən deyir, bu hədisi oxudum. Bildim ki, deyir, Əbu Talha Peyğəmbər sallallahu aleyhi ve sellem qırxılmış saçını aparmışdı Süleymə. Yəni Süleymdə olan saç Minada, vida həccində Allah Rasulunun qırxdığı saçı idi. Yəni heç də o qaylulə vaxtı gedib onun saçından götürməmişdi. Qalət Müslim deyir ki, وَكَانَ يَجِيُّ فَيَقِيلَ عِنْدِي عَلَى نَتْعِينَ. Allah Rasulü gələrdi və mənim sərdiyim o dərin üstündə yatardı, ondan tər çıxırdı, mən də o təri yığırdım. Şeyx buyurur ki, İbn Həcər rahimehullah Fəthül Bəridə فَيُسْتَفَادُ مِنْ هَذِهِ الرِّوَايَةِ أَنَّهَا لَمَّا أَخَذَتِ الْعَرَقْ وَقْتُ قَيْلُولَتِهِ أَضَافَتْهُ إِلَى الشَّعْرِ الَّذِي عِنْدَهَا. Fayda budur ki, Hafiz İbn Həcər deyir ki, Müslim Peyğəmbər sallallahu aleyhi ve sellem qeylulə etdiyi vaxtı ondan təri götürürdü və onda olan Əbu Talhanın gətirdiyi saç yoxdur, həmən saça qatırdı. Lə ənəhə əxazət min şə'ri ləmmə nəmə. Heç də o demək deyil ki, Peyğəmbər sallallahu aleyhi ve sellem yatdığı vaxtı gedib saçını kəsib, saçından götürüb. Və yüstəfədu minhə əydən ənəl qissətin məzkurə kənət bə'dəl həccətil vədə. Və həmsinə buradan deyir, İbn Həcər rahimehullah deyir ki, fayda odur ki, bu qissə Peyğəmbər sallallahu aleyhi ve sellemin vida həcci vaxtı olub, saçından götürməsi. Sahabəni, qadının Əbu Talhanın götürüb aparıb ona verməsi vida həccində olub. Li'ənəhu sallallahu aleyhi ve sellem, çünki Peyğəmbər sallallahu aleyhi ve sellem innəmə hələqə ra'suhu bimina fiyhə. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem saçın qıxdırmağı Minada olub. Bu da vida həcci idi. Barakallahu fikum. Şeyx buyurur ki, bu Peyğəmbər sallallahu aleyhi ve sellemin onun xüsusiyyətlərindən idi. Ki, Rəbbi Muhammed sallallahu aleyhi ve sellemin ümmətindən fərqli olaraq seçmişdi. Fikir verin, onun tərindən gözəl qoxu gəlirdi. Bu, Allahın ona verdiyi idi, yəni ona xas idi Muhammed sallallahu aleyhi ve sellemə. Həm tərinin gözəl qoxulu olması,
həm də Muhammed sallallahu aleyhi ve sellemin dərisinin yumuşaq olması. Necə ki, səhih hədislər buna dəlalət edir. Ənəs radiyallahu anhudan gəlir ki, وَلَا مَسَسْتُ دِيبَاجًا وَلَا هَرِيرًا اَرْيَنَ مِنْ كَفِّ رَسُولِ اللّٰهِ sallallahu aleyhi ve sellem. Mən Peyğəmbər sallallahu aleyhi ve sellemin ovcundan daha yumuşaq nə ipək olsun, nə də ki, ipəkdən, qalın ipəkdən olan bir parçadır dibək. Yəni, yumuşaq ipəkdir, yəni qatqısız ipəkdir. Ənəs deyir ki, hətta ipək belə onun əlindən yumuşaq deyil idi, ovcundan. O qədər yumuşaq idi Muhammed sallallahu aleyhi ve sellemin əli. وَلَا sonra deyir ki, Ənəs, وَلَا شَمَمْتُ مِسْكَةً وَلَا عَنْبَرَةً. Nə onun deyir, ondan gələn qoxudan daha gözəl nə müşkdir qoxulamamışam, nə də ənbər. Ətir adlarıdır. Yəni, əlindən elə bir gözəl qoxu gəlirdi Muhammed sallallahu aleyhi ve sellem. Başqa bir ləfizdə gəlir ki, وَلَا شَمَمْتُ مِسْكَةً وَلَا عَبِيرًا أَطْيَبَ رَائِحَةً مِنْ رَائِحَةِ Rasulullah sallallahu aleyhi ve sellem. Peyğəmbər sallallahu aleyhi ve sellemin qoxusundan daha gözəl nə deyir, müşkü qoxulamışam, nə ənbəri qoxulamışam, nə də abira. Abira da ətir qarışığı olan bir ətir idi, qarışıq idi. Gözəl qoxulu. Yəni bunların heç biri Peyğəmbər sallallahu aleyhi ve sellemin qoxusundan gözəl deyildi. Bu da Muhammed sallallahu aleyhi ve sellem Allah'ın verdiyiydi, xas idi ona. Fəkəffun Nəbi sallallahu aleyhi ve sellem kənə ən yenə minət dibək. Peyğəmbər sallallahu aleyhi ve sellemin əli ipəkdən daha yumuşaq idi. Amma onun tərinə gəldikdə isə təri müşkdən daha gözəl qoxu verirdi. Ənbərdən daha gözəl qoxu verirdi. Kənə atyəbə min həzihir rəvah bi əbi huvə və ummi. Şeyx deyir ki, atam, anam ona fəda olsun, onun qoxusu bütün ətirlərdən gözəl idi sallallahu aleyhi ve sellem. Və kənə sallallahu aleyhi ve sellem izə xarəcə min salatı zuhur. Hədisdən necə ki, gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem zöhr namazına çıxdıqda yaxrucul vildən, uşaqlarla deyir, qarşılaşardı. Onlar, uşaqlar Peyğəmbər sallallahu aleyhi ve sellem'i görüşərdilər, əlin sıxardılar uşaqlar. Allah Resulü onlarla əllə görüşərdi. Fəkənən Nəbi sallallahu aleyhi ve sellem yəmsəhu alə xaddi əhədihim vahidən tilvəl əxar. Peyğəmbər sallallahu aleyhi ve sellem onların hər birinin yanağın, Peyğəmbər sallallahu aleyhi ve sellem hər birinin yanağını sığallayardı, yəni sıxardı hər birinin yanağını uşaqların. Yaqul Cəbir ibn Samura. Cəbir ibn Samura da orada olub, uşaq. Deyir ki, radiyallahu anhu, və əmmə mənə gəldikdə fəməsəhə xaddi. Allah Resulü mənə də yanağımı, yəni sığalladı. Allah Resulü mənə də yanağımı sığalladı. Fəvəcətdi diyədihi bərdən. Əli buz kimi idi. Avrihən və güclü qoxu verirdi Peyğəmbər sallallahu aleyhi ve sellem əli. Kəənnəmə əxrəcəhə min cü'nə. Sanki əlin cü'nənin içindən çıxartmışdı. Cü'nə də nədir? Cü'nətul attar. Attarlar o zamanında ətirçilərin dəridən olan qabları var idi. Özləri ətir saxlamaqdan ötürü. Onun içində, xülasə olaraq deyim, həmin cü'nənin içində attarlar ən yüksək, ən gözəl ətirlərin onun içində saxlayırdılar. Və məşhur idi o, həmin o qab, səbət. Sahabə deyir ki, Cəbir ibn Samura radiyallahu anhu, deyir, sanki onun içinə əlin salıb oradan çıxartmışdı. Elə bir gözəl qoxusu var idi, uşaq yadında saxlayıb. Başqa bir rəvayətdə gəlir ki, Buxari rahimehullah səhihində gətirir, Cabir radiyallahu anhu rəvayət edir hədisi, Ənəhu ləmmə vada yədəhu alə vəcihi Cəbir. Allah Resulü əlin Cabirən üzünə qoyduqda, qalə dedi ki, fəizə hiyyə əbradə minəthəlik. Onun əli qardan daha soyuq idi. Allah Resulü'nün əli. Qardan daha soyuq idi. Və atyəbə raihətən minəl misk. Və qoxusu da miskdən daha gözəl idi, müşkdən. Daha gözəl qoxu verirdi. Bəl, innə sahabə kənu ya'rifunə Nəbi sallallahu aleyhi ve sellem bi rihə tayyib izə əqbələ aleyhim. Əksinə, hətta sahabələr deyir, Peyğəmbər sallallahu aleyhi ve sellemlə qarşılaşdıqda onun qoxusundan bilərdilər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem yəni buradadır. Allah Resulü'nün qoxusundan bilərdilər. Fəyarifunət tariqəlləti sələkəhə. Bir yerdən keçib keçməməyin
oradan gələn qoxudan bilərdilər ki, Muhammed sallallahu aleyhi ve sellem bu küçədən keçib, bu yerdən keçib. Fə'an Ənəs radiyallahu anh deyir ki, qalə, kənə Rasulullah sallallahu aleyhi ve sellem izə mərra fi tariqin min turuqul Mədinə, Allah Rasul Mədinənin bir yollarından keçdikdə, vəcədu minhu raihətət tayyib. Oradan deyir, gözəl qoxunu biz görərdik, yəni gəlməyin. Yəni, hər hansısa bir küçədən keçərdisə, Mədinənin, oradan Allah Rasulunun qoxusu gələrdi. Mərra Rasulullah sallallahu aleyhi ve sellem fi həzət tariq. Deyərdilər ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bu yoldan keçib. Yəni, o qədər güclü qoxusu var idi. Allah vermişdi ona. Onun xasaisindən idi. Başqa bir rəvayətdə mürsəl hədisdir. Lakin Şeyx Albani Rahimullah hədisi səhih deyib. Yollarının, rəvayət olunan yollarının çoxluğuna görə hədisdə keçir ki, Kənə Rasulullah sallallahu aleyhi ve sellem yu'rafu bi rihət tayyib izə aqbələ. Peyğəmbər sallallahu aleyhi ve sellem gəldiyi zaman gözəl qoxusundan tanınardı ki, bu Muhammed sallallahu aleyhi ve sellem. Fəhəzihi raihətut tayyibəlləzi kənə yamassu. Bunlar hamısı deyir, şeyx deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem tərindən gələn qoxudur. Və həmçinin əlavə də Peyğəmbərimizin, dəyərli qardaşlarım, işlətdiyi qoxu var idi, ətir var idi. Sual, başqa ətir vururdu, işlədirdi? Doğru cavab, bəli. Tərinin qoxusu deyildi. Hədis gəlir kimdən? Ənəsdən. Yenə Ənəs. Niyə Ənəs? Peyğəmbər sallallahu aleyhi ve sellemə xidmət edib. Nə qədər? 10 il. Allah Rasuluna 10 il xidmət etdiyinə görə Şeyx Arafat deyir ki, hafizahullah, ona görə bax ki, vəsiflərinə ancaq Ənəs. Allah Rasulun yanında olub, bax 10 il. Vəsiflərin hamısını gətirir. Radiyallahu anhu. Ənəs deyir ki, radiyallahu anhu, kənət linnəbi sallallahu aleyhi ve sellem sukkə. Peyğəmbər sallallahu aleyhi ve sellem sukkəsi var idi. Yətətayyabu minhə. Oradan ətirlənir. Sukkədə nədir? Ətir qarışımı olan bir ətirdir. Özünün qarışımı idi. Peyğəmbər sallallahu aleyhi ve sellem ondan ətirlənirdi, yəni. Həmsinin Muhammed sallallahu aleyhi ve sellemin tərinin gözəl qoxusu var idi, möhtəşəm qoxusu var idi. Nə ənbər ona çata bilərdi, nə müşk olan çata bilərdi, heç biri. Ən yüksək qoxu öz tərin qoxusu idi. Əlavə olaraq da işlətdiyi ətir var idi. Şeyx buyurur ki, وَمِنْ خَصَائِسِهِ sallallahu aleyhi ve sellem الرَّائِحَةَ الطَّيِّبَةَ الَّتِي كَانَتْ تَفُوهُ مِنْهُ مِنْ غَيْرِ أَنْ يَمَسَّهَا طِيبًا. Ətirdən istifadə etmədiyi halda onun tərindən gözəl qoxunun gəlməsi, yadımızda saxlayaq, ətirdən istifadə etmədiyi halda Peyğəmbər sallallahu aleyhi ve sellemdən möhtəşəm bir qoxunun gəlməsi onun xislətlərindəndir. Yəni, o Muhammed sallallahu aleyhi ve sellemə verilmişdir Rəbbi tərəfindən. Xas ona idi, yəni başqasında məxsus deyil, bizə heç kimə, sahabədə heç kimə. O ancaq Allah Rasulundan məxsus idi. Ələ tara ənə sahabə və minhum Ənəs. Məgər görmədin sahabələr onun təri haqqında nələr dedilər? Onlardan da biri Ənəs. Yec'aluna raihə alaqa tayyib. Allah Rasulunun tərin yığardılar və onu müşklə qatardılar. Özlərində olan ətrə qatardılar. O həmin təri ki, öz ətirlərinin keyfiyyəti artsın. Qalə Cabir ibn Samura. Necə Cabir ibn Samura nə dedi? Kənnəmə əxracəhə min cü'nəti attar. Sanki əlin deyir, ətir qabının içinə salıb çıxartmışdı. Elə qoxu gəlirdi ondan, Muhammed sallallahu aleyhi ve sellemdən. Baxın, yekun olaraq, Qalə İshaq ibn Rahavey. İshaq ibn Rahavey, rahiməhullah, görün nə söyləyir. İnnə hədihir raihətət tayyibə kənət raihətən nəbi sallallahu aleyhi ve sellem min qayri tayyibin. Peyğəmbər sallallahu aleyhi ve sellemdən ətir vurmadığı halda ondan gözəl qoxu gəlirdi. Yəni, heç bir ətirdən istifadə etmədiyi halda yenə ondan gözəl qoxu gəlirdi. Hardan? Tərindən. Barakallahu fikr Yusuf. Fəkənət həzihir rih tayyibə sifətəhu sallallahu aleyhi ve sellem. Bu Peyğəmbər sallallahu aleyhi ve sellemin sifətindən idi, vəsfindən idi ki, ondan gözəl qoxu gəlirdi. Hətta ətir istifadə etməsə belə. وَمَا هَذَا فَكَانَ يَسْتَعْمِلَ الطَّيِّبِ فِي كَثِيرٍ مِنَ الْأَوْقَاتِ. Və buna baxmayaraq Peyğəmbər sallallahu aleyhi ve sellem çox vaxtı yenə də ətir vururdu. Özündən gözəl qoxu gəlməsinə rağmen. Fikir ver, mübəliğətən fi tıybi rihihi. Özündə olan qoxunu artırmaq məqsədi ilə. İstəyirdi ki, özündən gələn qoxu daha da mübəliğ olsun, daha da artsın qoxusun. Nə üçün? Subhanallah. Limələ
liməlaqatil mələikə və əxəzəl vahyil kərim. Çünki mələklərlə görüşəcəkdi, ağır olan bu əzəmətli vəhyi onlardan qəbul edəcəkdi Rəbbindən. Vəhy nazil olacaqdı. Ona hazırlaşırdı Muhammed sallallahu aleyhi ve sellem. Onun ətinə təzdən ətir də qatırdı ki, daha şiddətli gözəl qoxu gəlsin ondan. Və məcələsətil muslimin. Hətta deyir, müsəlmanların məclislərində oturacaqdı Muhammed sallallahu aleyhi ve sellem. Baxın, bizim Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem belə idi. Yaxşı biz, ona görə bizdə Allah subhanahu taala buyurur ki, Peyğəmbərdə sizin üçün gözəl örnək var. Ətirdən, yəni yaraşan budur ki, ətirdən istifadə etməliyik. Bizdən gözəl qoxu gəlməlidir, qardaşlar. Xüsusən əhl-i beytimizdə, evimizdə və həmçinin qardaşlarımızla cəm olanda. Bax, ona görə əksi olaraq nə kərahə gəlib, çəkindirilib. Sarımsaq. Sarımsaq yeməkdən çəkindirib. Məscidə getmək. Ha, soğan. Yiyib məscidə gedə bilmərsən, qadağa gəlib. Niyə? Əksinə əziyyət verirsən insanlara. Onun əksi nədir? Peyğəmbər sallallahu əleyhi və səlləm gözəl ətirlərdən istifadə edirdi. Allahdan istəyir ki, Allah Subhanahu bizi eşidib faydalanan qullarını etsin. Subhanallah və həmdə əşhədu an la ilaha illə ent və estəğfiruka və etûbü ileyk. Növbəti dərs inşallah Peyğəmbər sallallahu əleyhi və səlləmin lihyə, saqqalı haqqında olacaq. Allah müvəffəq eləsin.